Dəyərli dövlət qulluğuna və magistra hazırlaşanlar. Bugünkü mövzu izahımız şifrəli əməllər mövzusudur. Gəlin izahına birlikdə baxaq. Deməli, şifrəli əməllər mövzusunda biz 4 əməl ilə qarşılaşacağıq. Toplama, vurma, çıxma və bölmə əməlləri ilə. Deməli, hər bir əmələ fərqli cür yanaşacağıq. Başlayaq vurma əməlindən, yəni birinci sualımızdan. Görək necə həll edərik. Hər bir sualda, unutmayın ki, hər bir sualda, istənilən hər bir sualda bizim bir ipucumuz olur. Yəni o ipucundan bir tərəfdən tutub gedirik. Gəlin başlayaq görək hardan. Baxın yoldaşlar, buradakı ipucum K-dır. Nəyə görə? Baxın bu K-nı vurub K-ya, yazıb bura. Bunu deməzdən əvvəl bilirik ki, eli bu yuxarıdakı 3 rəqəmli ədədə vuranda yazır bura 730, K-yı vuranda yazır aşağı, sonra bunları toplayır da. Bu vurma əməlimizin təməlidir. K-yı K-ya vurub eləyibdi neçə? K. Yəni axırı eyni eləyibdi. Bu nə deməkdir? Deməkdir ki, hansı rəqəmləri bir-birinə vuranda eyni, axırı eyni rəqəm eləyir. Yoldaşlar, bu bir 5 rəqəmidir, bir də 6 rəqəmdir. Bu rəqəmləri bu qaydada yadınızda saxlayın. Çox işinizə yarayacaq burada. 5 və 6 rəqəmi. Gəlin qoyuram bir-bir yerinə. Buna 1 də deyə bilərik ya. Amma ki, burada ödəmir. Nəyə görə? 1 deyə bilərik, bəli. 1-i də 1-ə vuranda axırı 1 eləyir də elə. Çünki K-yıma 1 qoysam 361. 1-ə vursam 361 eləməlidir. Burada 4 rəqəmli alını bax. Demək ki, 1 rəqəmi deyil burada. Necə bir rəqəmini qoya bilmiriksə, neyniyək? Gəlin başlayaq 5-dən qoyaq yoxlayaq. Ya 5 qoyacam, ya 6. 5-i qoyuram. Burada 5 qoyduq. Ondasa elə 6-da 5 qoyarıq. K-nın hamısına 5 qoyuruq. Yaxşı, deməli 5 də 5-in 25. 5 yazıq, 2 yadda. 5 də 6-ın 32 də yadda 32. Elin yerinə 2 qoyduq. 5 də 3-ün 15. Bu nöqtəyə də 5 düşdü təzədən. Deyə bilərsiniz ki, hə, orada nöqtədir, 5 olmaz. Yox. Nöqtəyə hər hansı bir K verməyib ki, ora həm başqa bir tutaq ki, T hərfi versəydi, deyərdi ki, hə, K da 5-dir, T də 5-dir. Bu olmaz, bəli. İndi gəlin baxaq, 365-dirsə, elim nədir? 2-dir. Baxın, burada da aşağıda da elə 2 düşdü. 365-i 2 vursam, eləyir 730-da. Yuxarıda elə 2 düşdü. Demək, hər şey qaydasındadır. Bir dənə qaldı M. 3 ilə 5 də toplayanda burada eləyir mənə 8. M-im 8, elim 2, K-im 5. 8, 2, 5. Mən də cəm verdi 15. Altdan yoxlamağa gerək qalmadı. Elə səhvdə çıxacaqdı. Gəlin baxaq 3-cü suala. Görək 3-cü sualı necə eləyərik? İpucum nədir? Deyir ki, baxın burada B-ni vurub bu AB-yə, yazıb bura. Düzdürmü? AB 6-ya. İndi A-yı vurubdu yuxarı, yazıb bura. Düzdürmü? A-yım neçədir? Bax, nəyi 6-ya vuranda eləyir? A-yı 6-ya vuranda axır eləyib 8. Buradan A-yı tapıram. Əslində, baxın yoldaşlar bura. 5 ilə 8-i toplayır, eləyir 13. 3 yazırıq 1 yadda. 6 ilə 7, 13, 1 də yadda 14. Tamamilə doğrudur. 13. A-yım 3-dürsə, baxın, 3 də 6 ilə 18. 8 yazırıq 1 yadda. İndi 6 eləməlidir ki, bir də yadda 7 olsun. 3-ü nəyə vuranda axırı 6 eləyir? Yəni elə 2-yə vuranda. 3 də 2-nin 6, bir də yadda 7. 3-ü nəyə vuranda? A-yım elə 3 idi. Vuranda elədi 978 elədi ümumilikdə. İndi gəlin B-yə baxaq. B-yim əslində yuxarıda 2 tapmışam. A, B 6-da. B-yim 2-dir. Məndən A ilə B-yi soruşurdu. 3 ilə 2, yəni cəmi 5 olmalıdır. Davam eləyək. Başqa bir suala baxaq. Gəlin baxaq. Eynən 8-ci suala. Görək, burada mənim ipucum nədir? İpucum, baxın, burada nəyi tapıram? Buradan D-yi taparam mən. D-yim nədir? D-yim 2-də 2 ilə 5 toplamalıyam ki, eləsin 7. D-yim 2-dirsə yazdıq bura. Növbəti halda D-yimi 2 tapdıq. Sonra baxırıq nəyimə? Əslində buradan hər şey bəllidir. Nəyə görə? Baxın, 5, L, 5. Burada da vurubdu. K, L, K-dır. Yəni əslində K-yim elə 5-dir. Ondan savayı, baxın. 7-ni nəyə vursam, axırı elə özü eləyər. Fikirləşin bir. Bu sadəcə 5-dir. 5-i 7-yə vursam 35. Bax, burada da 5, burada da 5. Gəlin ilə buna da 5 yazsaq. İndi tapaq. 7-ni vurur neçəyə? 500 neçəyəsə, alıbdır aşağıdakı qiymət. Yaxşı, gəlin əvvəldən baxaq görək. Başqa nə edə bilərik? Növbəti ipucumuz, buradan C ilə B-yi tapsaq, 7-ni neçəyə vuranda tapa bilərik. C ilə B-yi əslində tapa bilərik. Deyirsiniz necə? Baxın. Burada bizim üçün əslində bir dənə ipucu var. Nədir? Deyir ki, B-yin üstünə el gələndə elə el eləyir. Baxın yoldaşlar, burada bir yadda qalmayıb ki, 2-nin üstünə 5 yap eləyib 7 də. Vəssalam, bir yadda falan yoxdur. Bir yadda yoxdursa, B-yin burada 0 olmalıdır ki,
0 olmalı ki. 0 üstüne nə gəlsəm özü eləyəcək. 4 gəlsəm 4 eləyəcək. 9 gəlsəm 9 eləyəcək. Əgər bir yadda olsaydı, mən B-yə götürəcəkdim 9. Bu da bir qaydadır. Əgər burada bir yadda olmayacaq artıq. Niyə? Çünki 9 gəlsəm elə 9 eləyəcək də. C-yim onda 4 alıram. C-yim 4-düsə neçə elədi? 4025. 7-ni 500 neçəyə vuranda 4025 eləyir. Bunu istəsəz bölüb də yaza bilərik. Necə? Deməli, 40-ı 7-yə bölsəm o eləyir 5. Orada qaldı 5. 2-ni də qoydum yerinə 52. 52-ni 7-yə bölündə düşür 7 dəfə. 7 dəfə. Orada qaldı neçə? Təzədən 3. 3-ü də yanı 5 qoysam, o 5 bölsəm 5-ə yenə 7 eləyir. Düzdür. Tamamilə doğru alınır. 50-mi də tapdım 7. Mənim indi A, B, C deyir. A'yı tapmışam. A'yı tapmamışam. Hə, A'yın 1-dir də bu 7-dir axı. A'yın 1 idi. A'yı 1 tapdıqsa 1 plus. B'yim oldu 0. C'yim oldu 4. Vurulsun. K, L, D'nin cəmini. K'yim oldu 5. L'im oldu 7. D'yim də oldu neçə? 2. 7 və 2. Necə yazmaq idi? 7 və plus 2. Bu eləyər birinci tərəf 5 vurulsun. Neçə olmalıdır? 12, 14. Bu da mənə verər 70 cavabını. Növbət davam edək başqa bir sualdan. Elə aşağı 10-cu suala baxa bilərik. Gəlin görək, buradakı ipucumuz bizim nədir? İndi yoldaşlar, bu da bir ipucudur. Baxın, yuxarıda mən bilirəm ki, F-i KLK-yə vuranda bunu alıram. D-yi KLK-yə vuranda bunu alıram. Bax, nəyi KLK-yə vursam elə KLK alaram. Biri daha, biri vursam özü eləyər. Yəni, özü eləyirsə, D-yim 1-dir. D-yimi yazdım 1. D yazdımsa 1. Aha. Birin üstünə neçəsin? K elə bir ədəd deyildir ki, 17 eləsin. Yəni, bir yadda yoxdur. Onda 50 tapıram. 50 neçədir? 50 olur burada 5. 3-ün üstünə neçəsin? Gəlin də 8 eləyir. 50 elədi 5. Növbəti indi K'yı da tapa bilirik. Niyə? D-yimi 1 tapmışam. Birin üstünə neçəsin? Gəlsəm 7 eləyər. K'yım da demək ki 6 imiş da. K'yım 6'dır. Burada yazdım. Elə burada yazdım. Altdan savayı burada nəyi tapa bilirəm? F qalır da 1. 50 də 5 tapmışam. Aha, vəssalam. Gəlin indi F-i tapaq. F-im neçə ola bilər? F-i elə ədəd qoymalıyam ki, axırı özü eləsin. Yəni, 3 qoysam axırı özü eləsin, 6-ya vuranda. 4 qoysam özü eləsin. Bu ya 2-dir, ya da 6-dır. 6 ola bilməz. Nəyə görə? 6 da 6-nın 36. 6 həm də K'ya vurmuşam, vermişəm. Demək ki, burada nədir? 2-dir. Həqiqətən doğru etmiş olur. Yəni, F-ə 2 verəndə hər şey qaydasında gedir. Çünki, baxın, burada da 2 olsa, 2-ni 656-ya vursam, 1312-yi verər. Gəlin, qoyaq yerinə. F-i tapdım 2. L tapdım 1 plus. K'yı tapdım 6. D'yi tapdım 1. 1 dəqiqə. L-i tapmışam 5'i. Deyirəm axı. L tapmışam 5. Deyəcəkdim L-lə D'yi yeni tapmışıq. Plus K'yım 6. D'yim də 1. Onun üzərinə gəlsəm 6'sın. Mənə verər 16. Devam edək. Başqa bir suala baxaq. Gəlin buradan nəyə baxaq? 16-ya. Bəzi tələbələrimizə hərf çox olanda, yəni rəqəm az olanda daha çətin gəlir. Ona görə gəlin belə rəqəmlərə daha çox baxaq. Buradan əslində mən bilirəm ki, 2 dənə rəqəmi toplayanda mənə 1 verməyəcək. Bu 11-dir. Nəyə görə? Bax, ipucumuz buradadır. Birinə 1 verdin, birinə 0 verdin. Əgər elə 0 versən və yaxud da 1 versən, baxın, 0 versəm, elə bu 3-ü də çevriləcək 0-a da, düzdür? Axı burada hamısı 0 deyil, bunlar da bir rəqəmdir. 1 versəm necə? 1 versəm ABL eləməlidir. Bura ABL deyil. Demək ki, elim nə 0-dır, nə də 1-dir. Demək ki, bunların cəmi 11-dir. 11-dirsə 1 yazdıq, 1 yadda. B'yim 2-dir, bir də yadda 3. B2 tapdıq. Bura 2, bura 2, bura 2, bura 2. İndi yoldaşlar, hardan gedək? Əlavə bizim burada hansı məlumatımız var? Eyni, bayaqçı nə demişdik? Baxın, eli elə vuranda el almışam. Yəni, elim axırın eyni almışamsa, elim ya 5'dir, ya da 6'dır. Gəlin yoxlayaq. Elə qoyuram ya 5, ya da 6. Aha, əslində 5'dir. Bilirsiniz nəyə görə yoldaşlar? Heç yoxlamağa gərək yoxdur. Bizdən ABL-ni soruşur, yəni bu üçün soruşur. Variantlara da baxsaq, hamısının sonu 5'dir, 6 deyil. Ona görə heç 6'nı yoxlamamıza gərək yoxdur. Yəni də 5 götürək, oradan da gedək. 5 qoysam yerinə. Bax, burada da 5, burada da 5. İndi bir dənə qaldı A'yım da, düzdür. A'yımı necə taparam? Mənə heç şey lazım deyil, mənə ABL lazımdır. Əgər ABL-yi, baxın, 2-ni nəyə vuranda 250 eləyir?
125'e də, düzdür? 2-ni 125'e vursam, altda 250 eləyər. Bu da mənə 125 ABL-ni soruşur elə. 125. Yəni D variantımız doğru variant olmuş olar. Növbəti, keçək başqa bir suala. Gəlin 19-a baxaq. 19-cu sualımızda baxaq necə həll edərik. Yenə eyni qayda. KLM ayrı-ayrı vurubdur. Birinci sətrə nə yazacaq? Birinci sətrə bilirsiniz nə yazacaq? M-i vuracaq 530'a, yazacaq ora. İndi M-i 530'a vursam, M-də, yəni neçəni 530'a vursam, eləyər 2120. Bu eləyir 4. M-i tapdım 4. Bundan savayı obisləri tapmaq üçün aşağıları tapmalıyam. Aşağı necə tapırıq? Və ora 0'dır, yendə aşağı. 2'nin üstündə nə gəlirik? Bunu da bilmirik. Yaxşı, digər tərəfdən gələk. 1 ilə 9 toplayır, üzərində 1 gəlir. Nə edir? Onu da bilmirəm. Demək ki, belə getmirik. Nə edirik onda? Bunları əgər müəyyənləşdirib yaza bilmirəmsə, nə edirəm? Baxın, əslində bunun axırı 0'dır, yoldaşlar. Yəni, M-i 0'a vurub, yəni 4'ü 0'a vurub 0 yazıb. İndi bunu yazıb da mən eli vururam. Eli vururam 0'a, nə olsa 0'a çöndərəcək də. Bura olur 0, bura onda olur 2. İndi devam edirəm. K-ya vurasam nəyə? 530'a. K-ya 0'a vurmaqdan başlayıram. K-ya 0'a vursam bura eləyir 0. Bura eləyir nə? 1 ilə 9, 10. 0 yazdıq, 1 yadda. 1 yaddadırsa bu 11'dir. Bir də yadda orada 6 eləməli ki, 11 eləsin. Devam edək. Mən burada birinin sonunu, baxın, ikincinin sonunu 90 almışam, düzdür. Eli vurmuşam 530'a, axırını almışam 90. Bu neçə ola bilər ki? Bax, 30'dur, belə fikirləşində 30 idi. Vurdum 3'ə, elərini 90. 3'ə də vursam elə bil eləyir 1590. 1590 elməsi üçün buraya yazıram, neçəyə vurum? 5'ə vurum. 5 yox, 3'ə. Eli də yazdım 3. Elə də 3 versək, bu eləyər neçə? 1590. 1590. İndi aşağıya ala bilərəm. 2 ilə 5, 7. Üzərinə 3'ün gələcəyim ki, 10 eləsin. Bir də yadda 11. 11 eləyirsə, 1 yazıram, 1 yadda. Bura 6, 5 yazacağım ki, eləsin neçə? 6, bir də yadda 7. 530. Bax, K'yı vurmuşam 530'a, almışam 530. Demək ki, K'ym nəymiş? 1. Məndən K, L, M-in cəmini soruşur. K'ya 1, L-ə 3, M-ə də 4 verirəm. Cavabı 8 alıram. Bu da aydındırsa, keçək başqa bir suala. Misal üçün 14-cü suala. 14-cü sualımızda baxaq necə həll edərik. Eyni qayda başlayırıq buranı tapmağa. Buranı tapmaq asandır. 4'ü yazdıq ora. Toplayır axı. 5'in üstünə nə gəlsəm 11 eləyər. Bax, 6 gəlsəm 11 eləyər. 1 yazdım, 1 yadda. İndi 17 eləməli ki, 1 yadda 8, 18 eləsin yəni. Yaxşı, 9 ilə 5 elədi 14. 3 yazıram ki, 17 eləsin, bir də yadda 18. Devam edirik. 18 yazdı, 8 yazdıq, 1 yadda. İndi 6 eləməlidir ki, bir də yadda 7 eləsin. Deməli, bura 0'dır. Yaza bilmirəm. Buranı 0 qəbul edirik. Sonra artıq bu 7'dir, 17 deyil də, yəni. Deməli, bura elə 1'dir ki, 1'in də üzərində 2 gəlində 3 eləsin. Devam edirəm. Baxın, mən 4'ü ABC-yə vurub 1036 aldım, düzdür? Bu ortanı vuranda ortaya yazırıq da. 4'ü nəyə vuran da 1036 eləyir? ABC-ni tapmaq üçün 1036'nı bölərəm 4'ə. Nə düşər? Onu 4'ə bölsəm 2, 8 elədi. Burada qaldı 2, 23. 23'ü 4'ə bölsəm eləyər 5 dəfə. Orada nə qaldı? 3. 36'nı da 6'ya bölsəm 9 dəfə. Yəni 259 imiş. Vəssam. Mən də ABC-ni soruşur, DF-ni tapmağa gərək yoxdur. ABC-m də 259. Vəssam. Devam edirik 22-ci sualdan. 22-ci sualda mənə çox az şey verir. Görək bəs mənim ipucum nədir? K, L, L-yi vurur L, K, K-ya. Biz dedik ki, K'yı L-ə vuranda axıra L alıbdır. Burada heç birini bilmədiyimizə görə heç nə qoya bilmirik. Amma burada bir dənə ipucumuz var. Baxın bura. K'yı bilirsiniz nədir? Sadəcə 1. Yəni axır ikisində də L alınıb. Yəni nəyinə vuranda fikirləşim də. Nəyinə vursam axırı yenə 2 eləyər də. 2 dənə eyni rəqəm. Bu 3 rəqəmlidir də. Vursam da 4 rəqəmli eləyəcək böyük rəqəm, elə fikirləşin ki. Bax, mən buna yazıram 1. K'yım buradan bəllidir ki 1'dir. Bu da 1'dir. Ondasa bu 1'dir, bu da 1'dir. Bu da 1'dir ondasa. İndi ikinci dəfə vuranda, K, L, L-i vuranda, bax, bura düşür yenə K, yəni 1. Burada da L ilə L. Aha.
İndi eli tapanda onları dəyişdirib yerinə rəqəm yazacağıq. Növbəti 3-cüyə baxanda baxın. Eli vurub elə yazıb 9. Bu nədir? Elim onda axırı 9 eləyən ya 3-dür, ya da elim 9-dur. 3 ola bilməz. Niyə? Baxın, bu 133 olsun. Bu da 3 olsun. 133-ü 3-ə vuranda eləyir neçə? 399. Bu 4 rəqəmlidir axı. Bu demək ki 3 deyil. Baxışlayın, burada 9 yazmışam, səhv yazmışam. 7 yazsaydım. 7-ni 7-yə vuranda eləyir 49. Yəni axırı 9 eləyən. Bu 7. Qaldı bir dənə 7. 177, burada da 7-yə vuram. Gəlin indi ellərin yerinə 7 yazaq. Mənə nə soruşur? Hə. Yaxşı. Rəqəm. Bu da 7, bu da 7. Ellərim 7 eləsin, yaxşı. İndi gəlin bir başlayaq yazaq. 7 düşür 6. 7 ilə 7 14, 4 yazıb 1 yadda. 1 ilə 7 8 üzərində 9, 17. Bir də yadda 18, bu oldu 8. Ah. İndi mən burada KRM-yi tapa bilərəm. 7-yi vuram 177-yə, 7-yə 49. 9 yazdım 4 yadda, yenə 49, 4-də yadda 53. 3 yazırıq, 5 yadda, 7-də 1-in 7, 5-də yadda 12. Devam eləsə indi. Burada eləmişdi 18, 8 yazdıq, 1 yadda, 1 ilə 3, 4, 1 də yadda 5. O birisi də 1 ilə 2 onsuz düşür. Yaxşı, bizdən Z ilə Y-in cəmini soruşur, 5 ilə 8-in cəmi. Bu da bizə verər 13, yəni B variantı. Biraz qarışıq yazdım. Amma ki, diqqətli istəsəz, bilirsiniz ki, necə yazdıq. 24-də. Devam edirik. Buradakı ipucumuz nədir, yoldaşlar? B-yi tapa bilirəm. B-yi hər türlü tapa bilirəm. Baxın, B-yi qoysam bura, yəni eynidir. Heç nə yadda qalan bir şey yoxdur. Ondasa B-yin üstünə 2-sini gəlində 6 eləyib. B-yimi 4 taparam. Heç bunu verməsəydi tapardım. B-yi 8-ə vuranda axırı 2 eləyib. Bu ya 32-dir, ya da 72-də qoyub yerinə birinə tapacaqdım. Deməli, B-yim 4-dürsə, B-yi də yazıram bura, gətirib burada yazıram. Aşağı, bax, bura 4 yazıram, burada 4 yazıram. İndi A-yı 8-ə vuranda axırı eləyib 4. Bu neçədir? Ya 24-dür. B-yimi 4 tapandan sonra A-yımı tapa bilərəm. Nəyə görə? 8 nəyə vuranda axırı 4 eləyib. A-yım ya 8-i 8-ə vuranda, ya da ki 6-ya vuranda 24 eləyər. 8-ə vura bilmərəm. Nəyə görə? Əslində vura bilərəm, niyə vurmuram ki? Yaxşı, 8-ə vuraq. 8-ə vursam, nə edər? 8 yazaq A'ya. A'nın üstünə yazsam daha yaxşı olur. A'yı 8-ə vursam 64. 6 yazdıq. 4 yazdıq 6 yadda. 8 ilə 4-ün 32. Düz çıxdı yenə. 32. 6 da yadda. 38. Hə, qarışdırmayaq. Birinci sıranı yazırıq hələ. 8 vururam 8-də 64. O da 8 yazıram onda. 4 yazdım 6 yadda. 8 ilə 4-ün 32, 6 yadda 38. Bəs burada B-yim neçə idi? 4 yazmışam. Necə bir də 8 eləyim? Həm A-yım, həm B-yim 8 olsun. Olmaz ki. Demək ki, bunun qiyməti 8 deyilmiş, yoldaşlar. Bunun qiyməti 6 imiş. Yəni 6 qoyaq. A-yıma 6 versəm, burada 6 olur. 6 da 8-in yox, yanlış hesabladıq. 3 olur. 6 nədir? Nə oldu bizə? Bu oldu 3. Aha. A-yım oldu 3. 3 dəfə 8-in 24, 4 yazdıq 2 yadda, 3 də 4-ün 12, 2 də yadda 14, yenə düz düşdü, 4 yazdıq. 1 yadda, baxın burada 3 qoyuram ondasa, 3 də 3-ün 9, 1 də yadda 10. C-yim olmuş oldu 1. A-yımı, B-yimi, C-yimi 3-ünü də tapdım. A-yım oldu 3, B-yim oldu 4, C-yim oldu 1. Bunların cəmi mənə verər 8. Devam eləyək. Baxaq 25-ci suala. Heç bir rəqəm yoxdur. Bəs bunu necə yazaram? Yenə bir ipucumuz var. Hardan başlayaram? Bax, başlayaq buradan. KLK, burada da KLK. Demək ki, K'yımız nəymiş? K'yımız 1 imiş ki, vurub yuxarı aşağına alıbdır. Bu 1. Ondasa bu da 1'dir, bu da 1'dir. Bu da 1'dir, bu da 1'dir, bu da 1'dir, eyni şəkildə bu da 1'dir. Deməli, baxın, el neçədirsə düşüb aşağı. Yəni, nəyə vursam biri əslində özə eləyər. Tamamilə doğrudur. Görək bunu necə tapıram onda. Deməli, 1 ilə 1 toplayanda 2. P'yim oldu 2. M'im olacaq 3. Niyə? P ilə 2, 1 ilə 1'i 2 toplayanda axı P ilə üstə düşür. M'im deməli 3'dür. Demək ki, burada bir yaddamız var da. Bu qədər sadə. Bir yaddamız var. Ondasa, gəlin qoyaq yerinə. Eli nə qoysaq, yerində oturar. Bax, görək nə qoya bilərik. Eli tutaq ki, amma elə bir rəqəm verməliyik ki, balaca əlində olmamalıdır. Bu 100 neçədir, düzdürmü? 100 neçəni elə vuranda, baxın, 4 rəqəmini almışıq. Demək ki, bu biraz böyük ədəddir. Devam eləsək, deyək ki, nə almışıq? Həm də KK-ya 1 vurduq, düzdür, tamamilə 1. Bir tərəfdə ədədlər qoyaq gedək. Misal üçün başlayıram 5-dən.
151'i, bax burada 50 olur, burada da 5 olur. 151'i 5'e vursam neçə alaram? Alaram 151'i, baxın yazıq burada. 151 vurulsun 5. Neçə eləyir? Bu elədir 5, bu elədir 25, 5 yazıq. 5 yazıq 2 yadda. 5 də 1'in 5, 2 də yadda 7. Eləməli ki, bu eləyir 755. Deməli biraz daha böyük ədəd qoymalıyıq. 151 yox. Yəni 5 yox. Misal üçün 7 qoyaq. Yazıq 171 vurulsun 7. Can yoxlayaq. Bir də 7'nin 7, 7 də 7'nin 49, 9 yazıq. 4 yadda, 7, 4 də yadda 11. Deməli burada nə aldım? Baxın bu da 1, bu da 1. Alınmaz axı. Niyə? 1'i vermişəm K'ya. Ondasa baxın, gətirib mən bura qoya bilmərəm axı. Həm də ikinci bir şey. Baxın, birinci ilə üçüncü rəqəmi 1 eləməlidir. Çünki ikisi də K'dır. Devam edək. Ondasa 7 də olmadı. Devam edək nədən? Elə 8 rəqəminin özündə də alınmır. Elə gəlin verək 9. 9 qoysam, buranı 9 qoyacağım. Yazıram 191. Elə burada birbaşa vuraq da. 9 də 1'in 9. Elə oldu 9. 9 də 9'un 81. Bəli, düz düşdü. 1 yazıram 8 yadda. 9 də 1'in 9. 8 də yadda 17. Bu da belə. Elim 9 idi. Qaldı bir dənə n hərfimiz. Enim 9'dursa bu da eləyir 16. Yəni 6. Baxın bu da belə. K'im nə oldu? K'im oldu 1. Elim oldu 9. M'im oldu 3. F'im oldu 7 tapdıq. Və P'im oldu 2. Buna neçə eləyir? 15, 22. Yəni B variantımız doğru olmuş olur. Növbəti, baxaq başqa bir sualımıza. Biraz da vurmaya baxaq, sonra keçək bölmə əməlimizə. 38'in suala baxsaq, necə yazarıq? İpucumuz nədir burada? Baxın, bu 8'dir. Buradan düşüb də aşağı 8 olubdur. Yəni, C'yi B'yə vuranda elə eləyir 8. Bir də yoldaşlar, baxın, C'yi bir də vuran buna, C'yi bir də vuran buna. Yəni, burada bizim birinci ilə ikinci dərəcəmiz eyni rəqəm olmalıdır. Çünki hər ikisində C'yi vurub yazıram. Oranı 8 tapdımsa, buranı 8 tapıram, düzdür. Buranı 8 tapıram. İndi 8 altda yazıb 4. 8'in üstüne hesabını gəlməliyəm ki, 14 eləsin. 6'dır da, düzdürmü? Buranı tapıram 6. Aha, 6. 6 tapıramsa, 6'nı həm də bura tapıram. 4 də onsuz buradadır. 468. Yəni C'yi 2AB'yə vuranda 468 edir. Devam eləyək. Görə birdə necə taparam? Əslində B'yi B'yə vuranda 6 eləyibdir. Nəyi nəyə vuranda eyni rəqəmi? Axırı 6 eləyir. Sadəcə ilə 6'dır da, düzdürmü? O yox, 4 də ola bilər. 4 də 4'ün 16, 6 da 6'nın 36. Başqa nə var? Düşünsək başqa bir şey yoxdur. Ondasa B ya 4'dür ya da 6'dır. Yəni 4 qoyaq əvvəlcə. Buranı tapmış oluruq əslində. Yəni tapaq yazaq. 4 dəfə 10, 16. Buradan 1 yadda 17. 7 yazıram. 1 yadda qalmış olacaq. Yaxşı. Devam edək. İndi B-nin yerinə 4 qoysam. B-nin yerinə 4 qoysam. 4 də 4'ün 16. Ayımı bilmirəm hələ. Və sonra C-nin yerinə nə qoyaram? 2 axırı 8 eləsin. 4'ü 2'yə vuranda 8 eləyər də, düzdür. 2'ni 4 dəfə 2'yi 4'ə vuranda 8 elədi. 2'ni neçəyə vurmalıyam ki 6 eləsin? Baxın bunda buna 3 yazıram ki, baxın buna əsasən deyirəm. 468'i aldım. Və eləyir 234. 2'yə də vuranda 468. Əslində bu bəlli idi bir tərəfdən. Yenidə yerinə qoyduq. 2 də belə. Bizdən nə soruşur? ABC-ni. ABC-ni də hamısını tapmışıq da əslində. A-mıza 3, B-mizə 4, C-mizə 2. 12, 24. Cavabımız A variantı olmuş olar. Devam edirik. Elə vurmanın axırıncı sualını, yəni 40'ı da yazaq, sonra keçək bölmə əməllərinə. 40-cı sualı da baxsaq, vurma daha çox düşür deyə. İstədim ki, vurmadan biraz daha çox işləyək. 40-cı sualda ipucumuz nədir? Sadəcə bir dənə rəqəm verib, o da nədir? 0. Sonra deməli, əslində belə baxsaq 5 qoya bilərəm yerinə. C-mə 5 qoya bilərəm ki, tutaq ki, buna nə hansı tək rəqəmi versəm, axırı 5 eləsin. Buradan bir yola çıxıb gedə bilərik. Bu 1. Yəni verək də, başqa da neçə variantımız var. Bir də ki, D-yi D-yə vuranda eləyib D. Bu ya 5'dir ya 6'dır da, düzdür. Ya 5'dir ya 6'dırsa, C-yə 5 verim, D-yə 6. Yox, o alınmır. Niyə? Buna 5 versəm, 5'i 6'ya vursam eləyər 30. Burada 0 alınmaz. Başqa bir şey baxarıq. 5 qoyaq gedək hələ ki. 5 deyək. Buna da 5 deyərik. Onda 5 də 5'in 25 kimi eləyəcək bu. Yox, gəlin yoldaşlar 5 verməyək. 5 versək çünki nə olur? Bura çox rəqəm qoya bilirik. Başqa bir ipucumuz olmur. Gəlin onda elə D-dən baxaq. 5'ləri silək buradan. D-yə verək. D-in qiyməti nədir? Nəyə görə? Baxın D-yə D-yə vuranda burada D almışam.
Dedik nəyi vuranda axırı özü alınır? Ya 5 ya da 6. Bir yenə ola bilməz. Çünki BCD alınmayıb. Ya 5'dir ya 6. Gəlin 5'dən qoyaq gedək. D-yə 5 verirəm. D-yə 5 versək, buna da 5 versək. Elə buna da 5 verək. D başqa yerdə yoxdur ki? Yox. İndi devam edək. Gəlin C-yə verək. C-yə artıq 5 verə bilmərəm. 5'i nəyə vursam axırı 5 eləyər? Fikirləşin görək hələ. 5'i nəyə vursam axırı 5 eləyər? Yox, yanlış olur. Çünki 0'dır bu ya. 0 elsə hamısını 0'a çevirər. 5 qoya bilmərəm, D-yə 5 qoymuşam. D-yə ondası 5 düşmür. Çünki C-yə nə qoysam axırı eyni öz ədəd eləyəcək. Bax 5'i vurma elədim ki, ya axırı 5 eləyir, ya da 0 eləyir. Onda mən ya 5 qoymalıyam, ya 0 qoymalıyam. Çünki 5 qoysam, bəs həm C-yə, həm D-yə 5 qoya bilmərəm. 0 da qoysam, BCD-ni 0'a çevirməlidir, amma çevirməyibdir. Ondasa D-yə 5 yox, sadəcə 6 düşür. D-yə 6 qoyuruq. 36 elədi. Aha, buradan 5'i sildim. Yəni ki, 6 qoyduq. 6 qoysam, indi gəlin yoxlayaq. C-yə nə qoyum ki, özünə vuranda nə eləsin? Bu bizə nə verə bilər? C-yə ya 2 verə bilərəm ki, 2 dəfə 6'nın 12 yazım bura. Düzdürmü? Elə 2 eləsin. Ya da 4 də verə bilərəm. 4 də 6'nın 24, 4'ü yazım bura. Başqa nə verə bilərəm? 8 verə bilərəm. 8 də 6'nın 48. Başqa bir şey 9 verə bilmirəm. Demək ki, 4, 6, 8. Bunlardan biridir. Bəli, çətin sualdır bu biraz. C bərabərdir 4, 6 verə bilmirəm. D-yə 6 vermişəm. Yox, 6 olsa demədik. 2, 4, 6 dedik. 2, 4 və 8. Aha, devam edək. 2-dən başlayaq da. Balaca rəqəm 2-dir. 2 qoyaq görək necə alınır. 2. Onda C-yə burada da 2 verirəm. Burada da 2 verirəm. Elə burada da. İndi 2 də 6'nın 12 2 yazıb. Bir yadda 2 də 2'nin. 4 bir də yadda 5. Elim 5 olmuş oldu. Elə 5 versək. Onda V'yi tapmış oluram. 5'in 6 11. 1 yazıram. 1 yadda. Bu ikisini toplayanda el 5'dir. Toplayanda 10 eləməlidir ki. Bir də yadda. Yox, toplayanda 9 eləməlidir ki. Bir də yadda 10 eləsin. M 4'dür onda. M'ə qoyduq 4. M'i 4 qoydumsa. Baxın bura 4. Bura 4. Burada 4. V'yi tapmışam 1. Aha. 1452'dir da. Onda 2'ni neçə vurmalıyam 1452 eləsin. Baxın bura. 7 olmalıdır. Ondasa bu. Düzdür. 7. 726'nı 2'ye vuranda 1452 verər. Demək hamısını düz tapmışıq əslində. Elim 5 tapmışamsa elim də neçədir? 4 olmuş olar. Bir yadda var mı? Bir də baxaq. Bəli, bir yadda vardı. Həm də 4 verə bilmirəm çünki emim 4'dür. Deməli 3'dür. Yaxşı, məndən nəyi soruşur? N, M'im olduğu 4. N'in olduğu 3. Elim olduğu, el neçə tapdıq? 5. V'im olduğu 1. 5 və 1. Bundan da cəmi neçə eləyir? 13. Bizə verər B variantı. Devam eləyək. Gəlin yazaq bölmə suallarından biraz. 41, 42 en tip suallar. Yəni 42-ci suala baxaq. Burada yoldaşlar, məndən minimum ayı soruşur. Mənim bölmə əməlində bildiyim bir şeyimiz var. Nədir onlar? Bu qaydam nədir? Yoldaşlar, buraya yazı düşüb. Baxın, burada nəyi bilmək lazımdır? Deməli, biz bölmə əməlində, xüsusilə qalğı bölmə əməlində bilirik ki, qalğım böləndən böyük ola bilməz. Qalğım, yəni 7 C-dən böyük ola bilməz. 7 C-dən necə böyük ola bilsin ki? Əgər böyük olsaydı, elə C-yə bölünərdi da. 7 kiçikdir C-dən. Düzdürmü? Ondasa, mənim minimum ayı soruşur. Və hər şey buradan başlayır. Minimum ayı soruşur. Minimum ayı tapmaq üçün mənə B lazımdır. B də buradadır, yəni C ilə əlaqədədir. C-imə ən balaca qiymət verəcəyəm ki, B-yi ona görə tapım. B-yi də tapdıqdan sonra aparıb A ilə qoyub yerinə minimum ayın qiymətini almış olacaq. C-yə 7-dən böyük minimum neçə verə bilərəm? 8 də, düzdür? 8. C-yə qoydum 8. C-yə 8 qoyuramsa B-im neçə olur? 4 də 8-in 32, 7 də bu neçə eləyir? 39. 39. Demək ki, B-im 39 imiş. İndi A-yım neçə ola bilər ondasa? Böləndə 3 düşsün, qalıqda 6. Nə edirəm? 3'ü vururam 39'a, yazıram ki, A bərabərdir. 3 vurulsun 39 plus 6. A-yı belə tapırıq da. 3'ü vururuq 39'a, üzərini gəlirəm 6'sın. Ondan sonra neçə eləyir? 3'ü 39'a vuranda eləyir 90, 117. Üzərində 6'sını gəlsəm 123. Yəni D
D variantı. Minimum qiyməti A-nın D variantı 123 rəqəmi olar. Devam edək belə bir sualdan. 45-ci sualdan. Yoldaşlar, mən burada həmişə deyirəm axı, bir dənə ipucum var. Vurma əməlində bayaq dedik ki, birinci rəqəm sağdakı ədədin vurulmuş halı idi. İkinci rəqəm isə alt-alta yazılanda ikinci rəqəm vurulmuş halı idi. İndi burada 4-ü bura vuranda yazırıq bura, 8-i vuranda yazırıq bura. Düzdürmü? İndi 8-i nəyə vursam 208 eləyəcək yoldaşlar. 208 bölsəm 8-ə taparam da onu. Düşür deməli 2, 48, 6, 2, 6, yəni 26. İndi 4-ü 26-ya vuranda neçə alıram? Onu da yazacaq bura. 4-ü də 26-ya vuranda eləyir neçə? 4 dəfə 6, 24 ötə 2. 8, 2 də yadda 10. 104. Gəlin indi baxaq, görək necə eləyərik. Əgər 0 alınıb, yəni qalğım 0-dırsa, 208-dən 208-in çıxıb ki, neçə eləyib? 0 eləyib da, düzdürmü? İndi yuxarı ilə nisbətdə. Deyim 8 imiş, düşüb aşağı. Deyim 8 imiş, düşüb aşağı. C-dən neçəsini 4-ün çıxıb qalıb 0. Demək ki, C-im 4 imiş da, düzdürmü? 4-dən 4-ün 0 eləyib. B-imiz 2 imiş, 2-dən 0-ın çıxıb eləyib 2. A-im da 1 imiş ki, heç nə qalmayıb. 1248. Məndən bunların cəmi soruşur. 1, 2, 4, 8 mənə verir 15 rəqəmini. Növbəti, davam eləyək 51-dən. Bu suala baxaq. Bəs burada hansı ipucunu görürəm? Görürəm ki, S-i S-ə vuranda alıb neçə? Y, Y-E. Əslində E-yi tapa bilərəm. Nəyə görə? Baxın, 2-dən nəyi çıxanda 3 eləyir. Bu 12-dir. 12-dən 9-un çıxanda, yəni 1-in qoyub üstünə 12 eləyib. 12-dən 9-un çıxanda eləyib 3. Düzdürmü? E 9 tapıramsa, nəyi vuranda axırı 9 eləyir və bu 2 rəqəmlidir da, 3 ola bilər. Amma elə 9 elədi. Bəs burada 2 rəqəmli idi. Bayaq da demişdik bunu. 7 rəqəmlidir, düzdürmü? 7 də 7-nin 49. Bunu 7 tapdım. 7 də 7-nin 49. Demək bu 4 imiş. Emim də nəymiş onda? Emim elə. Burada 5 idi bayaq. Bir dənəsini qoyduq o birisinin oldu 12. Burada qaldı 4. 4-dən 4-ün 0 elədi. Bəli, emimi tapdım 5. S-mi tapdım. Emim 5'dir. Y tapmışam 4. S'i tapmışam 7 və E tapmışam 9. Hər şeydə qaydasında gedir. 18, 25. Cavabım Y variantı olmuş olur. Növbət davam edək. Başqa bir suala baxaq. Bax, misal üçün 55-ə, 58-ə uzun bir sualda görək necə yaza bilərik. Deməli, yoldaşlar, nə görürəm buradan? Yenə ipucum var. Bilirəm ki, N-i M-ə vuranda bura yazıldı, yəni birinci yerə. Əgər elə N-im nədir? Onu da burada. Eyni rəqəmə vurub, eyni rəqəmi alıbdırsa, N-im 1-dir. N-im 1-dirsə, vurub M-imdə alıbdır. Yazıram bura. N-imə 1, N-imə 1. Bax, burada da 1, burada da 1, burada da 1, elə burada da 1, elə burada da 1. Onda, yox, bax, buradan mən neçədən 110'un çıxsam, alaram 16. Bu 126'dır da, düzdürmü? 126'dan 110'un çıxsam 16 alaram. Onda M-mi tapdım 2, bunu tapdım 6. 2, 2. 2'dir bu. Bu da 2'dir. M 2'dir. R başqa yerdə, hə, burada 6'dır. Axırda yendiribdir. Məndən K-nə elə soruşur. Başqa yerdə getməliyik. 2'dir. 2'dir və son bu da 2'dir. Yaxşı, indi K-nə elə tapmaq üçün. Baxın, L-dən 2'sini çıxıb, belə fikir verin. L-dən 2'sini çıxıb, 2 qalıb. L-im 4'üymüş da. Ondasa K-imdə 3'dür ki, 2'dən 2'sini çıxıb qalıb 1. 3-dən 4. Cəmi 7 eləmiş olar. Devam edək. Başqa bir sual. Misal üçün baxaq 60-cı sualı. 60-cı sualda necə tapıram? Mən bilirəm ki, neynir? 24'ü vurur x-ə, üzərinə gəlir y-in. Üzərinə gəlir y-in, bəli, edir 399. Düzdürmü? İndi x-in neçədən, y-in x-dən böyük ola bilməz da, düzdürmü? Bu, bayaqda da demişdik. Bunun qaydası. Y kiçikdir, x kimi götürsəm. Bunun yoldaşlar, yerinə ədəd qoyub tapmaqdandırsa, 399'u 24'ə bölüb, baxaram ki, yerindən, yəni neçəyə bölüb, qalıq neçə alınıb, sonra ikisinin yerinə qoya bilərik. 399'u bölsəm 24'ə neçə eləyər? 39'u 24'ü bölsəm bir dəfə, burada düşər 13. 13'ün yanına gələr 9, eləyər 139. 139 24'dən neçə dəfə düşür? Düşür 5 dəfə, düzdürmü? Amma yoldaşlar, bu dəqiq cavabımız deyil. Nəyə görə?
Biz təxmini müəyyənləşdiririk ki, baxın çünki buradan 24 y 24 ilə münasibətli olur da burada. Yəni y 24-dən balaca ola bilməz. Böyük ola bilməz. Amma ki bizdə nə axtarırıq? Y x-dən böyük olmasın. Yəni x-in belə götürürük də. Ya 15-dir, ya da bundan bir vahid sadəcə 16-dır. Yəni bir-birinə çox yaxın olmalıdır. Ya 15-dir, ya 16. İkisini qoyub yerinə sadəcə yoxlamaq qalır bizə. Ya 15'dir ya 16. Gəlin ikisime birinci qoyayım 15. Görə y ondan böyük olmuş olacaq yoxsa yox. 39'u bölsəm 15'ə buradan ayırsam. Bölsəm bəli. Birinci düşür 2 dəfə. 30 orada qaldı 9. Bəs elədi 99. 99'u 15'ə böləndə 4 dəfə düşür. Əgər 4 dəfə düşsə nə eləyir? 99'dan baxın 99'u. 4 dəfə düşsə 4 dəfə 15'in neçə eləyir? Bu eləyir 40 60. Bəs burada qaldı hələ neçə? 39. Bu olmur axı. 15'dən görün nə qədər böyükdür. Bu demək ki doğru deyil. Qayıdırıq nəyə? 15 deyilmişsə 16'ymış. İkisi verim 16. 39'u 16'ya böləndə düşür 2 dəfə. Bəli. Burada qaldı neçə? 7. 79'u da 16'ya böləndə 4 dəfə baxaq görək tam düşür ya yox. 4 dəfə düşsə 39 dedik burada. Yox. 79 dedik. Qaldı 79. Belə fikirləşək. 79. İndi 4 dəfə 16'nın 4 dəfə 6'nın neçə elədi? 24 4 yazıq. 1 yadda, 4 də 2 yadda, 4 də 1'in 4 2 də yadda 6. Burada qalır 15. Bəli 15. Yəni y 16'dan böyük balacadır. Yəni x-imi 15, y-imi nə götürəcəyəm? 16. Mənə verəcək 31. Cavabım B variantı olmuş olacaq. Devam edir. Eyni qayda 61 də belədir. Yuvarlaqlaşdırıb da götürə bilərsiniz. Yəni təxmini neçə götürə bilərəm kimi. 62, 63 tipli suallardan birinə baxaq. Mən əgər burada ABC-ni böləcəm nəyə? ABC-yə düşəcək bir dəfə. Düzdürmü? X-in qiymətini yazıram. Bir dəfə. Sonra nə olacaq? Vurdum elədi ABC. Qaldı 0. İndi A yeniləyirəm. A ABC-yə bölünür? Yox. Onda 0 gəldi. Sonra B yeniləyirəm. Elədi AB. AB-ni ABC-yə bölə bilərəm? Yox. Bir dənə də 0 gəldi. Sonra C yeniləyirəm. ABC-ni ABC-yə bölündə düşər bir dəfə. X-in bərabərmiş nəyə? 1001-ə. Eyni qayda 63-ü də belə həll edirik. Gələk nəyə? 65-ə. Mənə heç nə verməyib. Minimum S, maksimum S. Amma bəzi şey verib. Nəyi? Bax, birinci halda deyir ki, S-ə vuranda axırı eləyir nə? ES. Yəni axırı yenə S eləyir də. Biz bunu demişdik də. S-im onda ya 5-dir, ya da 6. Həmçinin deyir ki, hədə S soruşur da. Məndən S-in içindən qiymət ola bilər. 1 ola bilməz. Niyə? 1 qoysam, bir dəfə, yəni bir dəfə 1'in 1 eləyir. Bəs burada ES 2 rəqəmli nədir ki? Demək ki, ya 5-dir, ya 6-dır. 2 qiymət var. Minimum olaraq 5 götürəcəyik, maksimum olaraq 6 götürəcəyik. Cəmini də 11 götürəcəyik. Bu da belə. Bölmə cəllərindən daha asandır. 70-ci sualı da baxaq. 70'də deyir ki, maksimum S, x neçə ola bilər? X-in qiyməti nədir, yoldaşlar? X bərabərdir burada nəyə? Baxın, x bərabərdir. 30 vurulsun y. 30 y. Plus y kvadratda, düzdürmü? Y kvadrat. İndi mən burada nə edə bilərəm? Bəs bir dənə məlumatım var. Baxın, yoldaşlar. Y kvadratı, dediyi axı, bunu neçə dəfə demiş? Y kvadratı burada qalıqdır. Y kvadratı böyük ola bilməz 30'dan. Məndən maksimum, yəni ən böyük qiymətini istəyir. Y-in qiyməti onda kvadratı 30'dan balaca. Bir dənə 5 var da, ən böyük soruşur. 1 də var, 2 də var, 3 də var, 4 də var, 5 də var. Düzdürmü? Ən böyüyü bunların arasında 5'dir. Yəni Y-ə qiymət olaraq verirəm 5'i. Y bərabərdir 5. Gətirib qoyuram yerinə. X bərabərdir. 30'u 5'ə vursam 150 plus Y kvadrat neçə idi? 25. X də bərabərdir. Maksimum qiyməti 175'ə. Bax, bu da belə. Devam edək başqa bir suala. Baxaq, misal üçün 74'ə. Görək 74'ü necə əldə edərik. Mənə nə veribdir? Mənə deyir ki, kanda həm qalığı, həm də böləni tam olaraq, tam hərf olaraq verməyib. Onda nə edirəm? Əslində bu sualı görməyimiz yaxşı oldu. Gəlin belə sualları nə edirik? Bax, 4K-im yenə nəyə bərabərdir? 4K-im bərabərdir. 7'yi vuram K plus 3'ə. Vurulsun 3'ə. K plus 3'ə, hə. Üzərini gəlim K minus 2'ni. Düzdürmü? K'yı belə tapadım. 4K'im ona bərabərdir. Ondasa hamısı K'dırsa, mən indi bu K'dan həll edib gedəcəm. 4K bərabərdir.
7 dəfə k-nın 7k mötərizəni atıram. Plus 7 üçün 21. Plus k minus 2. Aha. İndi k-ların hər birinin bir tərəfə keçsək. 7k ilə k burada 8k digər tərəfə keçsəm mənfi eləyir. Bu da eləyir neçə? Hə, yoldaşlar bir şey unutduq. Necə tərkibində mənfi eləyir. Oradan bir şey unutduq. Niyə? Bu 4k, bu aralarında vurma yoxdur. Bilirsiniz nəyə görə? Bu 40 neçədir da, düzdür? 40 neçəni mən 40 plus neçəsə yaza bilərəm. Yəni 4k, burada yazıram. 4k bərabərdir. Bu rəqəmli, 2 rəqəmli ədəddir. Vurma deyil ki bu. 40 plus k kimi yaza bilərik. Onda isə 4k-nı burada üstündən xətt qoyun. Burada 2 rəqəmli deməkdir. Yaxşı, onu yazıram bunun yerinə. 40 plus k bərabərdir. 7k burada eləyir. 8k, 7k ilə k. 21-də 2 elədi 19. Plus 19. Gəlin k keçsə bu tərəfə müsbət eləsin. Burada eləsin 7k bərabərdir. 19 bu tərəfə keçsə eləyir nə? 21. 40-dan 19-unu çıxsam 21. K'm də bərabər olmuş olar 3-ə. Artıq B variantı doğru cavab olmuş olar. Yəni 43-ü bölür. Başqa nəyə baxa bilərik? Bölmədən də artıq bilgisinə baxaq. 90-a baxaq, artıq sonra keçək nəyə? Çıxma əməllərimizə. 90-cı sualda. 90-cı sualda mənim ipucum nədir? 1'e vurub, baxın 1'i vurub yazıbdı kn. Düzdürmü? Yazıbdı. Yaxşı. Sonra nə yazıb? 9'u vurub kn-ə yazıb k1m. Yaxşı, bu da belə olsun. Bir də n-i vurub n-ə axır eləyib m. Yəni 90 neçə eləyib? İpucum hardadır yoldaşlar? İpucum baxın buradadır. M-i tapa bilərəm buradan. 15'dən, yəni 5'dən neçəsini çıxanda 9 eləmədiyinə görə 15'dir. K-dan birini qoyub üstünə. 15'dən neçəsini çıxsam 9 eləyər. Bu 6'dır da. M 6'dır. İndi əgər 96'dırsa, 96'dırsa, nəyi vuranda? Baxın 6 eləsin, axırı 6 eləsin. 6 ola bilməz, çünki n-imlə m-im eyni şey ola bilməz. Demək ki, bu 4'dür, 14'dür. 14'ü 4'ə vuranda, yox, 24'ü 4'ə vuranda. K-mi 2 verirəm. 24'ü 4'ə vuranda həqiqətən 96 edir da, düzdürmü? Məndən nəyi soruşur? N-i. N-imdə 4 və son. Biz axıra qədər getməyə gərək yoxdur. Gəlin keçirik nəyə? Çıxma əməlimizə. Çıxma əməlimizdə bir neçə qaydamız var. İstəyərəm bu qaydaları birinci sizə deyim, sonra başlayaq. Tərs ədədlər ya da qabağımıza çıxdıqca da deyə bilərik. Burada tərs ədədlərimiz var. Tərs ədədlər qabağımıza çıxdıqca orada izah edərəm. 93-cü sualdan baxaq həllinə. Nədən nəyi çıxıb, alıb, ya 6-dan 3-ün çıxıb 3'ü alıbdır, B-im ya 3'dür, ay tapıram da həmən dəqiq olsun incə. B-im ya 3'dür, ya da 8'dir, onun altdan 8'in çıxıb 8 eləyib. Yaxşı, altdan 1'in çıxır, eləyir 5. Gəlin belə baxaq hələ. Ayım 5'dirsə, bu da 5 olsun, bu da 5 olsun. Ah, 5 olsun. Onda 5'dirsə, B-im nədir? 0'dır da, ondan 5'in. Boyacım üstünə, ondan 5'in 5 yazacağım. Düzdürmü? Ondan 5'in 5 yazacağımsa, B-yə 0 verəmsə, bəs bu da olur, onda altdan 0'ın 6. Bax, B-in biri 0, biri 6. Olar belə, olmaz ki. Demək ki, yoldaşlar, bu 6'dan 1'in götürür qoyur bunun üstünə, bu eləyir 16. 16'dan 8'in çıxır, 8 eləyir. Burada da A'yı tapmaq üçün, orada 5'li, 5'dən 1'in çıxır, 4 eləyir. İndi eyni qayda, 8'dən 4'ün 4. A'yım neçə idi? 4. 4'dən də 2'sin 2. Və son, bu qədər. A ilə B-nin cəmi soruşur. 4 ilə 8'in cəmi eləyər 10, 2, Y variantı olmuş olar. Devam edirəm. Tərs ədəd gördüm. 100. Baxın, 2 rəqəmli tərs ədəd görürsünüzsə, bu tərs ədəd nədir? AB, BA. Elə bir ki, 19, səhv yazdım. 91 çıx 19. Bunlar tərs ədəd deyil. İndi burada nə alıram? Elə bunun da üstündən qoyun izah edeyim sizə. 11'dən 9'un çıxsam, eləyir 3, yox 2. Burada da eləyir 7, 72. Bax, burada alınan ədədlərin cəmi eləyir 9. Yəni, düsturla yazsaq, bir x, y ilə yazsaq, yazıram ki, belə yazaq, A, B çıxılsın BA bərabərdə x, y. Düzdürmü? X plus y bərabər olacaq həmişə 9'a. Bir də ki, burada x-im A minus B, bax, A minus B, bura, yəni bura, bərabər olmayacaq x-ə. Bərabər olacaq x plus B-yə. A minus B bərabərdir x plus 1'ə. X plus 1. Bunu saxlayıb skilində götürə bilərsiniz. Sizin işinizə çox yarayacaq. Əgər 3 rəqəmlidirsə, yəni necə? A, B, C yazım. Tərsi nədir? C, B adı. Aha. İndi burada tutaq ki, alındı x, y, z. Baxın, burada y-tim onsuz 9'dur. İkisindən də y-in cəmi eləyir nə? Bax, y-im yazıram buradan. Y bərabər olacaq 9'da. Həmişə 9 çıxacaq.
Növbəti x plus z-im də bərabər olacaq 9-a. Elə misal çıxacaq ki, qabağınıza. Elə sadəcə bunları bildiyinizə görə doğru cavabı yazacaqsınız. X-lə z-in cəmi eləyir 9. Bir də A-dan C-ni çıxanda yenə eyni qayda x plus 1 almalısınız. Bu da belə. Bunu da özünüz üçün screen götürün. İndi bu qaydaları gəlin tətbiq edək. Mənim burada artıq A-ya, B-ya durub rəqəm verməyimə falan heç nəyə gərək yoxdur. Əgər tərs ədədlərdirsə, bu ikisinin cəmi 9 eləyəcəksə, C-in mütləqçi 4-dür. Bu qədər sadə. C-yə 4 qoymalıyam ki, 4 ilə 5 cəmi 9 eləsin. Eyni şəkildə baxın, 3 rəqəmli 95 tərs ədədlərdir. Tərs ədədlərdirsə, yoldaşlar, KLM, MLK. Bax, LKM olsaydı yox ha, tərsidir, MLK. Demək ki, R-im 9-dur başdan, bilirəm. T ilə də 7-in cəmi 9 eləyəcəksə, T-im də 2-dir. 2-nin də 9-un cəmi mənə verər 11-i. Bu da belə. Burada məsəl üçün, bunu tapmaq çox asandır. Belələrinə baxmayacaq. Bax, bunlar tərs ədəd deyil. Baxın, bunlar tərs ədəd deyil. KLL, LKK yazıb. Olmalıydı KLL, tərsi LLK kimi olsaydı doğru olmuş olardı. Baxaq, bax, belə bir suala. Biz dedik ki, kaç çıxılsın M nə olmalıdır? Kaç çıxılsın L olmalıdır ki, x plus 1, yəni 1 plus 1, yəni 2. Bax, bu 2-dir. Yox, burada 2 birbaşa yaza bilmirik, ayrı yaza bilərik. Birdəki bir şeyə diqqət etmədik, bunlar tərs ədəd deyildi. Mən də 1 ilə 8-i gördüm, dedim bəlkə tərsdir, amma deyil. KLM-in tərsi MLK-dır. Yəni, burada yanlışlıq var. Yəni, yanlışlıq yox deyə sadəcə tərs ədəd deyil də. Deməli, burada nə çıxır? Buradan çıxır ki, K L-dən böyükdür. Düzdürmü? Bax, buradan bunu çıxıb edib də. K L-dən böyükdürsə, gəlin indi bir qoyaq yerinə yazıq. Necə qoyuruq yerinə? Deyir ki, M-dən K-nı çıxanda edir 8. Düzdürmü? Baxın, yoldaşlar, mən bunu götürüm yazıram ayrıca. Ayrıca götürüm yazıram ki, M-im nədir? M-im bir, tutaq ki, balaca rəqəmdir da. K-im L-dən böyükdürsə, necə izah edeyim bunu sizə? K-im L-dən böyükdürsə, burada üstünə qoymayacağım. Amma K-im L-dən böyükdürsə, bu demək ki, elə M-dən də böyükdür. K-im M-dən böyükdürsə, nə edirəm? Bundan bir dənəsini qoyuram üstünə. Əgər üstünə qoyuramsa, bu 10 neçə olur da, düzdür? 10 neçə. M-im əslində 2 rəqəmlidən K-yı çıxıb 8 alıram. Yəni, K-im 1 olmadığına görə, K-im 2-dən böyükdür, düzdürmü? 1-dən böyükdür. 1-dən böyük olduğuna görə də cavab 9, burada 9-dan çıx 1, 8 eləməyəcək də. Ona görə deməkdir ki, MK-dan böyükdür, balacadır və 1-in qoyuram üstünə. Bu onda olur, 10 plus M yaza bilərəm də bunu. 10 qoymuşam axı üstünə. Çıxır 8-in, K-yı bərabər eləyir 8. 8. Onda elə M çıxaq K bərabərdir 2-yə. Düzdürmü? Mənfi 2-yə. 10 keçir o tərəfə, mənfi 2. Ondasa, K çıxılsın M nəyə bərabərdir? K çıxılsın M də bərabərdir, müsbət 2-yə. K çıxılsın M-i tapdım, burada 2. K çıxaq L-in də yerinə yapar, 1-i qoyacağım. Məsələn, bu burada 1-im var. 12. Cavabımız B variantı olmuş olur. Növbət, devam edək 105-ci sualdan. 105-ci sualımızda deyir ki, altdan neçəsini çıxır eləyir 3. Burada L tapdıq 3. Sonra, bu asan sualdır. 5-dən neçəsini çıxır? 15-dən çıxır da, düzdürmü? 7-sini çıxır eləyir 18. 18 nə idi? 8. N-dən 1-ini götürüb, burada qalıb 8. 8-dən də 8-ini çıxıb 0 eləyib. Yəni, N-im 8 deyilər, 9-dur. 1-ini götürübdür, qoyubdur o 5-in üstünə. M-im nədir ondasa? M-im də bərabərdir 4-dür ki, 9-dan 4-ünü çıxıb qalıb 5. Məndən N, K-yı soruşur. M-im oldu 4, N-im oldu 9, K-yım oldu 7. Bəs bunların cəmi mənə verər 20-ni. Aha, bu da tərs ədəd. Buradan da, buna da baxaq. Əzbərləyin bunları. ABC tərsi CBA. İndi D ilə E-im onsuz 9-dur. D ilə 6-ın cəmi eləməlidir 9. Bu oldu 3. Cəmi 12 və son. Orada başqa rəqəm tapmağa gerək yoxdur. Bəzi suallar belədir. Devam edək. Baxaq misal üçün 117-yə. Aha, yenə tərs ədədlər deyirlər. Tərs ədəd deyilsə, necə baxacaq buna? Əslində burada tərs ədəd kimi yanaşa bilərik buna. Necə? Baxın, K L-dən böyükdür da. Yəni, K bundan böyük olmalıdır ki, bax, bura yuxarı bundan böyük olmalıdır ki, çıxanda bir 3 rəqəmli əlində alınsın. Əgər K L-dən böyükdürsə, yoldaşlar, L-dən də K-yı çıxıb,
Belə deyək də. Eldən də K'yı çıxıb yazıb 6. Elin üstündən bir dənəsini götürübdür. Götürürsə onsuz burada x'in fərqi yoxdur ki. Baxın, elə buranı görməyin. Buranı görməyəndə nə alınır? Bax, yuxarıda yazıram nə alınır. Olur tərs edət. Olur KL çıxılsın LK. Bərabər olub MN-ə. MN burada cəmi 9 eləyir. Ne B variantım doğru çıxmış olur. Hə, 123. Baxın, belə suallara yanaşmaq lazımdır. Bax, 123-də necədir bunların həlli? Bundan biri də olmalıdır. Hə, 122-də yenə çıxacağı qabağımıza. Bundan ikisinə baxa, bunlarda qarşınıza çıxanda sadə həlli var. Bax, mən bunu bölürəm 2 yerə. Axıra qədər yox da, elə belə. Bax, birinci tərəfdə 3 dənə A, 3 dənə B. Gəlin ikinci tərəfə baxaq. 3 dənə A, 3 dənə B. Düzdürmü? Onda sizə nə yazıram? 3A plus 3B. İxtisar edirəm də digər qanun üçün. 3B. Bərabər olur birsiz nəyə? Kənardaşlara. Yəni 3, 6 cəminə yox ha, elə 36-ya. Bu eləyir neçə? A hər tərəfi 3-ə bölsəm. A plus B bərabər olar nəyə? 12-yə. İndi yoldaşlar, məndən minimum A-B-ni soruşur. A plus B 12-dirsə, A-ın B-nin yerində neçə dura bilər? Ya 9-dur, A-ım 9-dur, B-im 3-dür. Sonra nədir? Yerlərini dəyişmirəm. Onsuz hasil dəyişəndə, toplananlar dəyişəndə cəm dəyişmir. Həmçinin vuruqlar dəyişəndə hasil dəyişmir. Yerləri dəyişəndə. Deməli, 3 ilə 9 ilə 3 qoya bilərəm. Sonra 8 ilə 4 qoya bilərəm. 5 ilə 7 qoya bilərəm. Amma 6 ilə 6 qoya bilmirəm. Həm A-ya, həm də B-yə eyni rəqəmi qoya bilmirəm. İndi bunların hasili ən balaca hansı eləyir? Minimum deyirsə ən balacanı götürürük. Bu elədi 32, 35, bu 27. 27 cərlərlə balacadır deyə bunu da götürmüş oluruq. Bir də buna baxaq 122-yə. Burada heç hasilini yox, özünü soruşur. 2A, 2B də hər iki tərəfdə. Yazıram 2A plus 2B bərabər nəyə? Bu ikisini. Yəni 18-ə. Hər tərəfi 2-yə bölsəm A plus B-in bərabər olar 9-a. Yəni B variantına. Devam edirik. Yaxşı, buradan bir dənə 128-ə də baxaq. Bu eyni qaydadır. 3A, 3B, 3C. 3A olur, yox. 2A, 2B, 2C. Sonra oradan hər birini C-yə gətirir. Yəni A-nın yerinə yazırıq 4C, B-nin yerinə yazırıq 3C. Elə həll edirik. Yoldaşlar, devamında baxsaq 128-ə. Görək necə həll edərik, nə taparıq, necə qoyarıq. Mənə deyir ki, C ilə M-in cəmi ondan böyükdür. Bax, C ilə M-in cəmi ondan böyükdür. Yəni 16-dır. Bu 6 deyil, 16-dır. 16-dırsa keçsək artıq nəyə toplamaya da? Aha. 16-dırsa yazıram ki, C plus M bərabərdə 16-ya. Onda A ilə K, ya ilə 8-dir, B ilə deyil. Yəni bunları ayrı-ayrı tapmayacaq. Burada C ilə M-in yerinə qoyacağım 16, K ilə A ilə K-nın cəminə qoyacağım ya 8, ya ora 1 ola bilməz də, düzdür? Baxın, burada 0 ilə 1 bu təsadüf olar da, yəni. Həm də ki, heç ola bilməz. Nəyə görə? Bu 16-dır, düzdür? 6 yazdıq, 1 yadda. 1 yadda elə bu ikisi 0 eləmədi ki, 1 yadda oldu. Düzdür? 1 yadda elə 1 elədi. Ona görə demək ki, bu da 11-dir. Yəni B ilə L-in cəmi 11. 11. Bəs burada 11 ayırdım axı. Artıq 8 yox. 1 yadda 8 olmuşdu. Yəni 7 olur. A plus K da bərabərdir 7-yə. Məsələn, artıq bu üçünün cəmi mənə verəcək bunların hamısının cəmini. Bu da nə eləyir? Heç bura 11 yox, 10 yazmalıydıq əslində. B ilə L-in cəmi 10 eləyir. Bir də yadda 11 kimi. 10. Belə düz olmaz çünki. Yaxşı, 17-nin 16, 33 rəqəmini verir. Bu da eyni qaydadır. Neçə M, neçə L, neçə K var. Eyni qayda baxasınız. Vurmancı toplamanın bu axırıncı sualları belə qarmaşıq suallarına baxmanız gerək yoxdur. O qədər çətin suallar düşmür. Amma istəsəz bir dənəsinə baxa bilərik. Məsəl üçün baxaq 37-yə, baxaq bir dənəsinə. Çətin sualdır 37. Məndən soruşur saatı. Heç bir rəqəm verməyib, sadəcə hərflərdir, deyir ki, neçə ola bilər. Gəlib buradan baxıram ki, neçə ola bilər. Deməli. Deyiməm, baxın, əslində sadəcə bir dənə ipucumuz var burada. Bir dənə ipucu budur. Qoyun deyim sizə. Tək ipucumuz budur. 3 dənə rəqəmi toplayanda, A-ları başqa, Y-i başqa, bu həmin rəqəm eləməz də. Yəni bu 10 neçədir. Bu oradan çıxır ki, yoldaşlar, neçə verirəm? Tutaq ki, versəm. Bax, A-ya verim 3. 3 verdim, 3 verdim, 6. Axırda da 3 olmalıdırsa, mən bura verməliyim 7 də, düzdür.
bu şəkildə qoyub yerinə tapmaq lazımdır. Onda isə gəlin bir-bir qoyaq yerinə. Bir-bir yerinə qoymağın əslində bəzi şeyləri bilirik. Məsələn, həm variantlardan heç içini qoy kənara, içini boş ver də. Çünki digərləri ilə baxsaq nəyi görürəm? Görürəm ki, S-in 1-dir. 1000 neçə eləyir də? 1000 neçə eləyirsə, S-in 1-dirsə, burada 10 neçədir, düzdür. Toplayıb axırda 10 neçə eləyib yazıb yerinə. 2 dənə rəqəmi toplayanda neçə də yadda olur olsun da 2020 eləməyəcək 10 neçədir. Digərlərindən də yola çıxaraq. Yaxşı, burada indi S-in 1-dirsə, mən aya ilə rəqəm qoymalıyam ki, həm buradadır, həm də burada. Yaxşı, aya fikirləşirəm ki, bax 4 qoyuruq. Tutaq ki 4 qoyuruq. Bir də yaddan var ha. Bax D ilə D-yi toplayır. Üzərində ay gəlir, eləyir T. Düzdür? Eləyir T isə burada, yəni 10 neçə eləyir də. 10 neçə eləyəndə bir yadda qalmış olur. T yazırsan, bir yaddan sənin qalır. Bir yaddanı bura qoyanda artıq mənim ayım da digərləri ilə bərabərləşir. Yəni necə qoyuram? Əslində bu belə bir kənardan yazaq, yadımızdan çıxmasın. A plus Y bərabər nəyə? Plus 1 də yazacağıq da. Çünki bir yadda digər tərəfdən vardır. Bərabər olmalıdır aya. Düzdürmü? İndi mən bunu ayırsam buradan. Nə deyə bilərəm? Deyə bilərəm ki, 3 dənə eyni şeyin eləməsi üçün, baxın, bu yerinə tutaq ki, bax 3. Burada da 3 olması üçün 3. Burada deyək ki, 3 olsun. Cavab yox da, heç 3 qoymağa gərək yoxdur. Ki, axır 3 eləsin. Cavab variantlara baxsaq 4-dür, 5-dir, 6-dır, 7-dir. Bunlarla yola çıxsa daha tez taparıq. Yəni, burada 2 olmalıdır ki, yox, onun eləməsi üçün bir də yadlamda Y-ə nə verməliyəm? Bu elədir, 7, 6 verməliyəm ki, ayım 3 olsun. Düzdürmü? Bu, onsuz variantdan görürəm ki, səhvdir. Gəlin, A variantını yoxlayaq. Yəni, aya 5 verək. Aya verirəm 5. Buradan da verirəm 5, buradan da verirəm 5. Onda Y-im neçə olar? 15 eləməsi üçün 4-dür ki, üzərində bir gəndə 5, üstünə 5-in 15 eləsin. Yaxşı, deməli. Bu aya verdim 5. Bir-bir yoxlayacaq. Səhv olsa digər variantı keçəcək. Onsuz 4 dənə rəqəm verməliyik də. Ayıma verdim 5. Da verdim 5. Buna verdim 4. Buna verdim 5. Kesinə də heç bir hərfdə üstə düşməməlidir. İndi, baxın, bu ayımda 5-dir axı. Deyim ki, 2-2'dir. 2'dir ki. 4 eləsin, bir də yadda 5. Və 5'i yazdım. Bu 1 hardan çıxdı? Demək ki, 2 deyil də. Bu 7'dir. 7. 14. Bir də yadda 15. 15'i bütün yazdın. 7. Ayıma da vermişdim 5. Bu elədi 14. 5'de o 19. T'im də oldu 9. 1559 tamamilə ödəşdi. Elə ki, cavabımız aymış ki. Elə birinci qoymamızdan düzgün çıxdı. Deyərsiniz, şimdi başqalarını da qoysaydıq ödəyərdi, ödəməyəcəkdi. Bir. İkincisi də orada nə alınacaqdı? Bilirsiniz nə alınacaqdı? Və 2 dənə rəqəmi toplayıb, başlayın. 2 dənə rəqəmi belə məntiqlə fikirləşib bundan bunu da atacaqdıq. Nəyə görə? Bax, 2 dənə rəqəmi toplayıram. Üzərində bir gəlirəm. Bu tək ədəd edilməlidir. Lap tək olmasın. Cüt olsaydı 8-dən 8, 16 yox. 16 bir də yadda 17. Yenə tək ədəd olacaqdı. Misal üçün 5 ilə 5 qoysaydı, 5 qoya bilmirik. Aya yoxdur, onda 4 qoyacaqdıq. Yaxşı, 5 ilə 5 qoysaydı 10, bir də yadda 11. Tək ədəd eləyəcəkdi. Yəni, bir yaddan qoyanda orada tək ədəd alınır. Ona görə də bundan bu da gedəcəkdi. Qalacaqdıq elə aynen yeni yoxlayacaqdıq. Bir dəfə 7 qoyacaqdıq, bir dəfə 5 qoyub yoxlayacaqdıq. 5 qoyanda tamamilə ödədirsə cavabımız A variantı rahatlıqla götürə bilirik. Çətin sualdır, bəli. Sonra baxırıq nəyə? Toplamaya da baxaq, biraz da toplama baxaq. Baxaq misal üçün 146-ya. Görək 146. Necə yazarıq? Bu da əslində bunu da bir qayda olaraq da deyə bilərik. Üsul olaraq da deyə bilərik, ipucu da olaraq deyə bilərik. Baxın A, B, C, B, C, A, C, A, B. Bunlar əslində ancaq özünün tərəfində dönürlər. Yəni bu nə deməkdir? Bu 3 dənə rəqəmi nə toplayırsan topla. Bax, burada da ABC-ni toplayırsan, burada da ABC-ni toplayırsan. Üçündə də ABC-ni toplayacaqsa, düzdür. Bu nə deməkdir? Bu bilsiz nə deməkdir? 4 eləyib. Ya 14-dür, ya 24-dür. Bax, fikirləşin ki 14-dür. Bax, ABC-ni topladın, elədi 14. 4 yazdım, 1 yadda. ABC-ni topladın 14, bir də yadda 15, ödəmədi. Demək ki 24. 24-dürsə, ABC-ni toplayırsan 24. 4 yazsın 2 yadda. ABC-ni topladın 24, 2 də yadda 26. ABC-ni topladın 24, 2 də yadda 26. Demək ki 24-düymüş. Nəyin? A, B, C-nin cəmi 24-düymüş. Bu bir ipucudur. Bax, belə yazılır. 24. Ondan onu götürüb yan-yana qoya bilərdiniz. İndi, deməli, mən deyir ki, bir də A, B-dən, B də C-dən kiçikdir. 3 rəqəmli hansıları nəyi toplayanda mən A, B, C 24-də ala bilərəm ki? Yoldaşlar, bu Kakuro'dan da
bildiyimiz xüsusi ədəddir. 24-ü 3 dənə ədəddən 7, 8, 9-dan ala bilərəm. Başqa heç nəyi 3 dənə ədədi, fərqli 3 rəqəmi toplayanda 24 ala bilmirəm. Deməli, ayımız nədir burada? Ayımız B-dən də C-dən də kiçiksə 7-dir də sadəcə. Baxaq başqa bir suala. Elə bunun axırıncı sualına da baxsaq. Eyni qayda. Baxın, hər birində A, B, C-ni toplayır. Burada amma bizə rəqəm verməyib axı. Bu rəqəmi deyir ki, sən qoy yerinə. Qoyuram. Olsun 11. Baxın, olsun 11. Ya 11'dir. Bax, axırı hamısının 1'dir axı. Bu ya 11'dir ya da 21'dir. 11 olsa. Baxın, topladım. 11, bir də yadda 12, 2. Sonra yenə A, B, C topladım. 11, bir də yadda 12. Belə bir cavabım var. Yoxdur ki. Demək ki, 11 deyilmiş, 21 imiş. İndi gəlin 21. A, B, C topladım 21. 1 yazdım, 2 yadda. A, B, C topladım 21. 2 də yadda 23. 3 yazdım. A, B, C topladım 21. 2 də yadda 23. Belə cavabım, baxın, B variantında vardı. Cavabımız belə olunur. Bu da belə. 152'ye də baxaq. Son olaraq 152'ye də belə bir şeydə baxaq. Deməli, necə taparam mən bunu? Hamısının, heç bir rəqəm verməyib, sadəcə rəqəmlərin hamısı eynidir. X nəyə bərabərdir onda? Bax, bunların hamısını toplayıbsa 3ABC da X bərabərdir 3ABC. Yəni bunun 3'ün də eyni ya da 3'ə də vursam da həmin rəqəm eləyər. ABC. Bəs Y nəyə bərabərdir? Burada vurmada Y-in birisiz nəyə bərabər olur? Baxın, bunu belə yazsam çox yaxşı görəcəksiniz. Baxın, 1, 1, 1. Vururam A, B, C-yə. İndi birinci dəfə vuranda belə tərsinə yazsaydım. Tərsinə yazım da yaxşı. Hamısını da sildim. A, B, C. Vururam 1, 1, 1. 111'ə. Bax, bir dəfə vuranda eləyir nə? A, B, C. İkinci dəfə yenə 1'ə vuranda eləyir A, B, C. Üçüncü dəfə vuranda nə eləyir? 1'in altından yazılır da A, B, C. Bu sizə hardan tanış gəldi? Yuxarıdakı ilə eynidir. Bu nə deməkdir? ABC-ni 111'ə vurub. Onda yazıram nə? ABC vurulsun 111. ABC vurulsun 111. Məndən nəyi soruşur? Deyir ki, Y bərabərdir. X vurulsun Z. Düzdürmü? Y bərabərdir. X vurulsun Z. Onda buradan Z necə taparam? Z bərabərdir. Bax, məndə yuxarıda veriləndə. Nədir Z-im? Z bərabərdir. Y bölünsün X. Y bölünsün X-dirsə, Y-in yerinə qoyuram ABC. Vuraq 111. Bəs X-in yerinə nə qoyuram? 3 vurulsun ABC. ABC-im ixtisar gedər. Qaldı nə? 111 bölünsün 3. Bu da mənə verər 37-ni. Belə. Şifrələmələrimizdə belə. Gəlin dərsinə keçirik. Üçüncü bölməmiz olan fiqurlarla bağlı test tapşırıqlarına.